Ərbəin günləridir. Müsəlmanlar, möminlər, hətta müsəlman olmayıb, dindar olmayıb, azad sevər insanlar Kərbalada İmam Hüseyn əleyhissalamın mübarək qəbrini ziyarət eləyirlər. İmamın 40-ına Ərbəin deyilir. Xüsusi sifariş olunub, tapşırılıb ki, İmam Hüseyn əleyhissalamın ziyarəti Ərbəyində tərk olunmasın. Bundan qabaq bunun barəsində danışmışıq. İndi dünyanın hər yerindən axşıblar, müsəlmanlar, qeyrətli insanlar, azad insanlar, İmam Hüseyn kimi canının malını zülmə boyun əyməyib Allah yolunda, xalqın yolunda verən bir kişinin xatirəsini əziz tutanlar hamısı özünü çatdırıb Kərbalaya. Hər il 20 milyondan çox insan iştirak edir. İndi Ərbəyinə bəs gedə bilməyənlər necə? Deyirlər, biz Ərbəyinə gedə bilmədik. Bu il bizə qismət olmadı. Görsən, bəziləri status qoyur, şəkil paylaşır və göz yaşın ifadə edir ki, mən bu il Ərbəyinə gedə bilmədim. Bəs Ərbəyinə gedə bilməyənlər neynəsinlər ki, Ərbəyinin savabında, xeyr, Kərbalanın savabında şərik olsunlar. Çox böyük söz dedim, hə? Elə bir iş görə bilərsiniz ki, nəinki Ərbəyin ziyarətinin savabında, hətta Kərbala şəhidlərinin savabında siz də şərik olasınız. Axı biz Kərbalada olmamışıq, can verməmişik. Necə? İndi qulaq asın. Kərbalanın Ərbəyində, İmamın 40-ında ilk zəvvarı kim olub? Cabir ibn Əbdullah Ənsari. Peyğəmbərin bir sahabəsi var, Allahın salamı olsun ona və əhl-i beytinə, adı Cabirdir. Cabir ibn Əbdullah Ənsari. Ağsaqqal adamdır. Xoş halına Peyğəmbəri, Həzrət Əlini, Fatimə-i Zəhranı, İmam Həsən, İmam Hüseyn, İmam Səccad və İmam Baqir əleyhumussalamı hüzurun dərk edib. Hətta Peyğəmbərin, Allahın salamı olsun ona və əhl-i beytinə salamını çatdırıb kimə? Peyğəmbərin balası 5-ci imam İmam Muhammed Baqir əleyhissalama salamını çatdırıb. Cabirin bir xüsusiyyəti də budur ki, Cabir Kərbalanı ilk ziyarət eləyən şəxsdir. İmamın 40-nın, Ərbəyinin bir hikməti də onunla bağlıdır. Bir neçə hikməti var, biri də budur ki, Kərbala hadisəsindən sonra İmam Hüseyn əleyhissalamın mübarək qəbrini ziyarət eləyən ilk şəxs Cabir olub. Cabirin bir xidmətçisi olub, Ətiyyə. Cabir qocalmışdı, gözləri tutulmuşdu, ağsaqqal adam idi, bəzən də yolda hərəkət eləyəndə bir köməkçidən istifadə eləyirdi. Ətiyyə deyir ki, Cabir gəldi, çatdı Kərbalaya, Fərat çayında qüsl elədi, paltarların geyindi, özünə ətir vurdu, yavaş-yavaş addımların götürə-götürə gəldi İmam Hüseyn əleyhissalam mübarək qəbrinə tərəf. 40 gündür keçib İmam Hüseynin şəhadətindən, qəbrə çata-çata gördüm, ağlayır, hadisə genişdir və çatdı İmam Hüseyn ağanın qəbrinə özünü atdı, ağladı, salam verdi İmam Hüseynə, qəbri qucaqladı və Cabirdir, gəldi, belə bir cümlə dedi. Salam olsun İmam Hüseynin ətrafında da canını ondan bir yerdə verən şəhidlərə. Həllət bi fina iki ziyarətdə deyirik, salam olsun İmam Hüseyin sənə, səninlə bir yerdə olan o şəhidlərə. İmam Hüseynin hüzurunda canını fəda eləyənlərə salam olsun. Mən şəhadət verirəm ki, siz namaz qıldınız. Əsl namaz qılanlar bunlar idi. Allahın qabağında əyilən, Yezdin qabağında əyilməz ki. Həqiqi namazı siz bərpa etdiniz. Zəkat verdiniz. Yaxşı işlərə əmr etdiniz. Pis işlərdən çəkindirdiniz. Belə namaz qılan deyildir. Nəyimə lazım? Əşki namazı qıl, ged evə, ged işə, gəl evə. Yox. Haqqı gördün, zülmü gördün, susmadın. Yaxşılığı əmr etdin, pisliklərini çəkindirdin. Allahın düşmənləri ilə döyüşdünüz. Allaha həqiqi ibadət etdiniz ta şəhadət sorağınıza gəldi. Sonra belə bir cümlədir. Cümləyə bax. And olsun o Allaha ki Peyğəmbəri Peyğəmbər göndərmişdir. Mən də adını çəkirəm inşallah qardaşlar salavat da desin. And olsun o Allaha ki Muhammədi Peyğəmbər göndərmişdir. And içir Cabir. Nəyə and içir? And olsun o Allaha ki Peyğəmbəri göndərib bizə. Allahın salamı olsun və əhl-i beytinə. Biz də sizin savabda şəriki. Siz nə qazandınız? Siz nəyə varid oldunuz? Biz də o savabda şəriki. Cabirin bu sözü dedi. Ətiyyə dedi, ey Cabir, necə ola bilər? Biz də bu savabda şərikik. Biz onlarla bir dərəni aşmamışıq. Biz dağın üstünə qalxmamışıq. Yəni əziyyəti bunlar çəkiblər. Bir qılınc vurmamışıq. Bunların başı bədənlərindən ayrılıb. Bunların uşaqları yetim qalıb. Bunların həyat yoldaşları ərsiz olub.
Necə ola bilər? Biz də bu savabda şərik olaq. Zəhmət çəkən, qan verən, can verən bunlardır. Cabir dedi: ey Ətiyyə, Həbibim Peyğəmbərdən, Allahın salamı olsun ona və əhl-i beytinə, eşitmişəm. Peyğəmbər buyurub, hər kəs bir dəstəni sevsə, onlarla məhşur olar. Hər kəs bir dəstəni sevsə, Allah Taala onu o sevdikləri ilə məhşur eləyər. Hər kəs bir dəstənin işini sevsə, Allah Taala onu o işdə şərik eləyər. Olmamısan Kərbəlada? Allahın zaman baxımından qəza və qədəri budur ki, biz Kərbəlada olmayaq, sonra dünyaya gəlmişik. Amma sevirik. İmam Hüseyni sevirik, Yezidi sevmirik. Onların əməlini sevirik, Yezidin əməlini sevmirik. Hər kəs bir dəstəni sevsə, onların əməlini sevsə, Allah Taala onu onlarla şərik eləyər. Kim zalımı sevsə, biz zalımı sevir. Mən nə etmişəm ki? Sevmisən, Allah səni onunla məşhur eləyəcək. Onun əməlini bəyənmisən, onun əməli xoşuna gəlib, o cinayət eləyib, qətl eləyib, haqqa girib, zülm eləyib. Sən də onun əməlini bəyənmisən, sevmisən, Allah onun əməlində səni də şərik eləyir. And olsun Peyğəmbərə adın çəkir. Allah onu haqq olaraq göndərmişdir. Mənim niyyətim, mənim əshabımın niyyəti İmam Hüseyn əleyhissalam və onun əshabının niyyətidir. Məni qaytar Küfəyə. Cabir deyir, bunu dedi ki, qaytar məni Küfəyə. Cabirin məntiqi nədir? Bu günləri sən kimi sevirsən? Hər kəs özünə sual versin. Mən kimi bəyənirəm? Sosial şəbəkədə o bəyənməkdən tutmuş ta qəlbinə qədər. Yəni, ola bilsin sosial şəbəkədə birini bəyənir, amma qəlbində başqasını bəyənir. Sən kimin əməlini sevirsən? Bugün kimin tərəfindəsən? Bugün əgər Trump'ın tərəfindəsən, Allah Taala qiyamətdə səni Trump'la məşhur eləyəcək. Uşaq qatillərlə məşhur eləyəcək. Zalımlarla gətirəcək. Yox, əgər sən zalimlara qarşı çıxanların tərəfindəsənsə, məzlumların tərəfindəsən, Allah Taala səni onunla şərik eləyəcək. Bir insanın bugün tanınmağının meyarı budur. Olmamışıq ərbəyində. Qardaş, nəinki ərbəyində olmamısan, narahat olma. Olmamısan Kərbəlada. Əgər sənin niyyətin, qəlblərdən Allah xəbərdardır. Yalan yox. Olsaydım Kərbəlada belə-belə eləyərdim. Amma bugün görsən ki, sən özün Kərbəlanın yolunu gedmirsən. Yalandan danışırsan. Kaş o gün o dəmdə olaydım Kərbəlada. Olaydın, amma görsən sənin yaşadığın məntəqədə, şəhərdə bir dənə Kərbəla səhnəsi, imtahan yaranır, çıxırsan aradan. Ya, sən Kərbəlada olsaydın da çıxardın aradan, İmam Hüseyn tək qoyardın. Amma yox, əgər sən mərdi-mərdanə, bugün də hər yer Kərbəla, hər gün Aşura durursansa, xoş halı var. Sənin mövqeyin bəllidir. Ərbəyini özünü çatdıra bilməsən də, gedə bilməsən də müəyyən səbəblərdən sən Ərbəyinin savabında da şəriksən, Kərbəlanın da savabında şəriksən. Ona görə qardaşlarım, çalışın həyatda niyyətinizi pak eləyin. Bizim dinimizdə belə bir hikmətli kəlam var. Əziz Peyğəmbərimizdən Allahın salamı olsun, ona və əhl-i beyti nəql eləyirlər. İnnəməl ə'malu bin niyyət. Əməllər niyyətə bağlıdır. Ola bilərsən, üzdə baxırdı ki, filan kəs ehsan verir. Yox, niyyəti Allah deyil, başqasıdır. Sən ola bilər bir yerdə bir söz deyirsən, amma Allah bilirsən, o sözü Allaha xatir demirsən, kiməsə atmaca atırsan, kiməsə replika atırsan. Qəlbləri bilən Allahdır. Allah Taala insanın qəlbinə uyğun onun mükafatını verəcək. Yadıma bir hadisə düşdü və alimlər də soruşur, alimlərdən sual edirlər. Məsələn, Ayətullah Seyyid Sistani, Allah hifz eləsin. Böyük mərci təqlidimiz Seyyid Əli Sistani ağadan sual edirlər ki, ağazan, ərbəyinə gedə bilməyənlər, ərbəyinin savabını necə dərk eləsinlər? Ayətullah Sistaninin verdiyi cavablardan biri bir hadisədir. Həzrəti Əli əleyhissalam Siffin döyüşündən qayıdırdı. Yəni bir adam təsəvvürlə Həzrət Əli ilə bir yerdə gedə döyüşə, İmam Əlinin rikabında, İmam Əlinin ordusunda indi imamla döyüşdən qayıdırsan. Adam sevinər də, mən Həzrət Əli ilə bir yerdə Allahın düşmənlərinə qarşı qılınc salmışam. Dua eləmirik, Allah bizi İmam Zamanın köməkçilərindən qərar verir. Axşam sənə yuxuda desinə ki, sən İmam Zamanın ordusunda olan əskərlərdən birisən, nə qədər sevinərsən. Bir nəfər də belə sevinirdi, Həzrət Əli ilə döyüşdən qayıdırdı. İmama belə bir sual verdi ki, ağacan, biz ki bu döyüşdən qayıdırıq, kaş mənim qardaşım da bizdən olaydı, bu qələbəni görəydi. Arzu elədi ki, kaş mənim qardaşım da bizlə olaydı. O da düşmənlərə qarşı bunu görəydi. Şahid olaydı ki, üzr istəyirəm, Cəməl döyüşündə qələbədən qayıdırdı. Həzrət Əli ona sual verdi. Suala bax, sənin qardaşın bizim tərəfdarımız idi. Qardaşın gələ bilmədi, bizim tərəfdarımız idi. Kimdən idi? Hansı cəbhədədir? Mövqeyi nədir? Deyir, dedim, bəli ağacan.
O sizlə idi. İmam buyurdu. Əgər belədirsə elə o bizlə idi. Sonra imam bir cümlə dedi. Sizə də, mənə də inşallah dua elə Allah Taala tövfiq versin, o cümləni qazananlardan olaq. İmam buyurdu ki, nəinki sənin qardaşın. Qardaşın bizlə idi. İndi nəsə xəstə olub, imkanı olmayıb, bacarmayıb gəlsin imamla döyüşə, qaçmayıb, gizlənməyib, arvad uşağın yanında əyləşməyib, imamı tək buraxmayıb. Nəsə müəyyən səbəblərdən cəbhəyə gələ bilməyib. Amma bizləndir. İmam buyurdu ki, biz ordumuzda elə bir cəmaatı görürük ki, hələ ataların sülbündə, anaların bətnindədir. Hələ dünyaya açmayıblar. Bir gün ruzigar, zəmanə, burundan qan açıldığı kimi onları da Allahın dinini gücləndirmək üçün gətirəcək. Nəinki sənin qardaşın bizim bu savabda şərikdir. Mütəhərri ağamın gözəl bir sözü var. Hələ gələcək nəsillər, bugün mövqeyin nədir? Həzrət Əli ilə olardım, ağa ilə bir yerdə olaydım. Sən o savabda şəriksən. İmam Əli buyurur, qardaşın və qardaşından sonra gələcək nəsillər ki var, ana bətnində, atanın belindədirlər, onların mövqeyi bəllidir. Əgər bizləndilərsə, onlar zamanının bir gün gələcəklər, dinə də yardım eləyəcəklər və bu savablarda şərikdirlər. Odur, Allah hifz eləsin, hal-hazırda böyük alimlərdən, Ayətullah, müctəhid, filosof, həkim, rəhmətli İmam Xümeyninin Qarbaçova məktubunu gətirən və şəhid Ayətullah Seyyid Əli Xamenei ağanın cənazə namazını qılan Ayətullahlı üzmə cavadı amili. Gözəl bir sözü var. Deyir, deməyin ki, Ərbəyin ziyarətindən geri qaldıq. Belə deməyin, biz geri qaldıq, gedən getdi, biz qaldıq. Qəlbi və ruhu gedənlər geri qalmayıb. Qəlbi və ruhu gedib Kərbalaya, baxırıq o səhnələrə, qəlbimiz oradadır. Baxırıq o Kərbalada kütləyə, İmam Hüseyin bayrağını qaldıranlara, orada sinə töküb göz yaşı axıdanlara, əlində ehsan paylayanlara qəlbimiz oradadır. Ağa deyir, qəlbi və ruhu gedənlər geri qalmayıb. Geri qalanlar bilirsiniz kimdir? Ağa buyurur ki, geri qalanlar Ərbəyin ziyarətinin eşq və şövqünü dərk etməyənlərdir. Getməyə şərait yoxdursa, deməli xeyirlisi belədir. Niyyətin savabını qazanmısınız. Xoş halınıza. Niyyətin savabını qazanmısınız. Yaxşı, indi Ərbəyin günü neyniyək? Ərbəyin günü bir neçə əməli deyirəm, söhbətimi yekunlaşdırdım. Ərbəyin günü, qardaşlar, inşallah qusul eləyin. Ziyarət qusulu. Ərbəyin ziyarətnaması var. Onu oxuyun. Salavat göndərin. Zikirlər eləyin. Həmin gün alimlər buyurur ki, nəql edirlər. Bir Yasin surəsi Quran oxuyanları bacararsa oxusun, hədiyyə eləsin İmam Hüseyin əleyhissalama. Ərbəyin günü. Əzadarlıq eləyin. Matəm saxlayın. 70 dəfə həmin gün istiğfar eləyin. Allahdan bağışlanmaq deyin. Ərbəyin günü əməllərin qısa. Mənəvi cəhətdən bizim Əhl-i Beyt imamlarımızdan nəql edir. İmam Sadiq əleyhissalam bir şagirdinə Südeyrə deyir ki, İmam Hüseyin əleyhissalamın ziyarətinə gedirsən? Deyir, ağacan, yolum uzaqdır, Kərbalaya uzağam, gedə bilmirəm, bacarmıram. İmam buyurdu, evində qusl elə, çıx bana, dama. Üzünü tut İmam Hüseyin əleyhissalamın qəbrinə, ona bir salam ver. Sən üçün Kərbalanın ziyarəti yazılır. Bacardığın odur da, gedə bilmirsən. Tək ki, sən İmam Hüseyini unutma. İmam Hüseyini yaddan çıxarma. Ustad Fatiminiyə, Allah rəhmət eləsin, tanınmış, Azərbaycanlı idi, gözəl xütbələri, əxlaqi söhbətləri var idi. Oğlu danışır, bəlkə baxmısınız, oğlu deyir ki, atam deyirdi, həmin gün, Ərbəyin günü, gedə bilməyənlər, bir dəqiqə çəkilsin, xəlvət eləsin, özü və Allah arasında. Çəkilsin bir kənara, bir an xəlvət eləsin, İmam Hüseyin əleyhissalama bir salam versin. Öz qəlbi ilə, uzaqdan da olsa özünü bağlasın İmam Hüseyinə. Ərbəyin ziyarətinin savabını verərlər ona. Bu qədər təkid olunmuş ziyarətdir. Son, bizim dinimizdə belə bir şey var. Cəbhəyə gedə bilmirsənsə, cəbhəyə yardım elə. İndi Ərbəyinə gedə bilməyənlər, Kərbalaya gedə bilməyənlər, gedənlərə kömək eləsinlər. Xüsusən bir qardaş arzusundadır, bir bacımız arzusundadır, illərlə Kərbala həsrətini çəkir. Amma imkanı yoxdur getməyə. Kərbala ziyarətinə kömək elə getsin, onun savabında şərik olarsan və gör İmam Sadiq əleyhissalam nə buyurur? Hişam deyir, İmam Sadiq əleyhissalamdan soruşdum, ağacan, bir adam ki, xəstəlik səbəbindən
ya bir müşkülü çətinliyi var. İmam Hüseyn ağanın ziyarətinə gedə bilmir. Əvəzində öz yerində bir adamı ziyarətə göndərir. Onun mükafatı, əcri nə qədərdir? Gedə bilmir, yerində adam göndərir. İmam Sadiq əleyhissalam buyurdu: hər dirhəm ki bu yolda xərcləyir, onun savabı Ühüd dağının miqdarı qədər ona həsənə verilir. Ühüd dağını mübaliğə üçün deyirlər. Ühüd dağı ki, orada Ühüd döyüşü olub, nə boydu? Hər kəs Kərbalaya gedən üçün bir dirhəm xərcləsə, Ühüd dağının böyüklüyü qədər ona savab verilər. Sonra imam buyurdu: bu yolda nə qədər xərcləyib? Kərbalaya getmək üçün adama nə qədər pul verib? Onun əvəzində Allah Taala ona neçə bərabərin bu dünyada qaytaracaq. Sən Allaha xatir bir qardaşını göndər, onun neçə bərabər ki qardaşına vermirsən, Allah Taala onu bu dünyada, axirətdən qabaq sənə qaytaracaq. Allah Taala heç kəsə borclu qalmaz. Heç kəsə. İmam Hüseyn İslam sizə borclu qalmaz. Sonra imam buyurdu: 3. Bəlalar ki ona tərəf gəlir, Allah Taala çox bəlaları ondan uzaqlaşdırar və onun malını da hifz eləyər. Kim Kərbalaya gedə bilmirsə, başqasını göndərsə, bu dediyim 3 dənəni Allah Taala ona verər. Kamil-i Ziyarət kitabından bu hədisi nəql eləyirlər. Allahın verir Peyğəmbər və onun pak əhli beytinə. Allahın verir Kərbala şəhidlərinə. Allah Taala bizləri Ərbəyinə gedə bilməsəydə, Ərbəyin savabında şərik olan və o ziyarətlərdə qazananların qazandığını qazanan bəndələrdən qərar versin. Amin. Pərverdigara mömin bacı qardaşlarımızın günahlarını əff elə. Amin. Pərverdigara İmam Zaman ağanın zuhurunu təcil elə. Amin. Pərverdigara aqibətimizi xeyr elə. Amin. İltiması dua deyənlərin duasını qəbul elə. Amin.